Deməli, birinci məsələyə baxaq. Sürtünməsiz maili müstəvidə K və L cisimləri sərbəst buraxıldıqda OX istiqamətində 3 metr bölünmüş saniyə kvadratı təcili hərəkət edir. Buna görə K və L cisimlərinin kütlələrinin nisbəti neçədir? Deməli, əvvəlcə biz baxaq sistemimizə. Mail müstəvi verib və blok verilib. Bunlardan da yüklərimiz asılıb. Baxaq görək bizə hansı qüvvələr tətbiq olunub. Mail müstəvi üzərində biz bilirik ki, cismə aşağıya doğru mj sinüs alfa ağırlıq qüvvəsi tətbiq olunur. O da bərabərdir. Bizim kütləmiz bilinmir nədir? Bunun kütləsini mk, digərinin kütləsini isə ml işarə edək. Deməli, burada yazacağıq mk vurulsun, j'miz 10-dur. Sinus 37-miz isə 0,6 verilib bizə. Vuracaq 0,6-ya. O da bərabər olacaq nəyə? 6mk-ya. İndi baxırıq, bu cismimizə isə L cismimiz isə yalnız aşağıya doğru mj ağırlıq qüvvəsi tətbiq olunur. Bunun da, deməli, K yazmışam bura, L-dir cismimiz. ml vurulsun 10-dur. Yəni, sadə dildə belə yazsaq, 10 ml şəklində yazaq, daha rahat olsun bizə. Bizim qüvvələrimiz verildiyinə görə biz sistemin təcilinin düsturunu yaza bilərik. A sistem bərabərdir. F əvəzləyici bölünsün nəyə? M sistemə, yəni sistemin kütləsinə. F əvəzləyici. Baxırıq bizim bir qüvvəmiz bu istiqamətdə, bir qüvvəmiz bu istiqamətdə, yəni əks istiqamətdə yönəlib. Biz böyük qüvvədən kiçik qüvvəni çıxacağıq. Yəni 10 ml-dən çıxacam 6mk-nı. Sistemin də kütləsi bir bu, bir də bunun cəmidir. Yəni ml-in üstünə mk gələcək. Onu da bərabər eləyəcək. Bizim sistemin kütləsini 3 veriblər. Deməli, bərabər eləyəcək 3-ə. Buradan alırıq ki, tənasüb kimi, baxın, bu hissədən alırıq tənasüb kimi. 10 ml çıxılsın 6mk bərabərdir. Bunu hər birinə vururuq. 3 ml üstə gəlinsin 3 mk-ya. Eli bu hissəyə, bunu da bu hissəyə aparsaq, olacaq 7 ml bərabərdir 9 mk-ya. Bizdə də burada k-nın elə, yəni mk-nın elə nisbətini soruşur. 9 deməli 7 burada qalır. 9 da bunun ayağına gedir. Bizim cavabımız oldu nə? 7 bölünsün 9 D variantı. Daha sonra ikinci məsələmizə baxaq. Bizə deyir ki, sürtünməsiz. Yenə sürtünmə yoxdur sistemimizdə. Mail müstəvidə şəkildəki cisimlər sərbəst buraxılır. Buna görə cisimlərin təcilinin qiyməti neçə metr bölünmüş saniyə kvadratıdır. Yəni sistemin təcilini bizdən soruşur. Biz baxırıq yenə sistemə tətbiq olunan qüvvələrə. Bu cismimizin aşağıya doğru ağırlıq qüvvəsinin sinüs proyeksiyası var və yerlərinə yazırıq. Kütləsi 3m'dir. J'miz 10'dur. Sinus 53'də 0,8'i verir. Vururuq 0,8'e. O da cavab eləyir 24 m. Bu cismə isə yuxarıya doğru mj sinus alfa tətbiq olunur. Nəyə görə? Çünki bizim bu cismimizin kütləsi ağır olduğuna görə digər cismimiz aşağıya doğru çəkəcək və bu cismimiz yuxarıya doğru qalxacaq. Yuxarıya doğru qüvvə ilə qalxacaq. Deməli, mj sinus alfa o da bərabər olacaq nəyə? M vurulsun, 10 vurulsun 0,8, o da bərabərdir 8 m. İndi biz sistemin təcilinin düsturunu yaza bilərik. A sistem bərabərdir. F əvəzləyici bölünsün M sistemə. Deməli, burada nə edirik? O da bərabərdir. F əvəzləyici qüvvəmizin biri bu istiqamətdədir. Aşağıya doğrudur, biri yuxarıya doğrudur. Deməli, əks istiqamətlidir. Biz yazacağıq ki, 24m çıxılsın 8m. Kütləmiz də 3m-dən m verir bizə nəyi? 4m-i bərabərdir. 16m bölünsün 4m-ə, o da verəcək bizə nəyi? 4-ü. Cavabımız oldu A variantı. Üçüncü məsələmiz. Sürtünməsiz. Yeni söhbət sürtünməsiz mail müstəvidən gedir. Sürtünməni nəzərə almırıq. Baxırıq yenə qüvvələrimizə. Yəni bizim buradan aşağıya doğru mj sinus
alfamız var. M'imiz 10'dur, J'imiz 10'dur və bizim sinus 53'ümüz 0,8 verib. Vururuq 0,8'ə, verdi bizə nəyi? 80. Deməli, burada aşağıya doğru 80, buradan aşağıya doğru 80 Newton qüvvə təsir edir. Digərinə də baxaq, digərində isə bu istiqamətdə yenə mj sinus 37'dir bu dəfə, 37 dərəcə. O da bərabər m'imiz 10'dur, j'imiz 10'dur. Sinus 37 0,6'dır. Burada da olur bizim qüvvəmiz 60. Deməli, bizim 80 Newton qüvvəmiz 60 Newton qüvvədən böyükdür və bizim təcilimiz bu istiqamətdə olacaq. Böyük qüvvəmiz 80'dır. Bizdən də T'nin yəni bunu soruşur. Bunun üçün bizə sistemin təcili lazım olacaq. Ona görə də biz A sistemin təcilini tapsaq, A sistem bərabər olacaq. Yenə F əvəzləyici bölünsün M-ə. O da bərabərdir. Əvəzləyici, yəni böyük qüvvədən kiçik qüvvəni çıxacaq. Çünki əks istiqamətli qüvvələrdir. Verəcək bizə 20'ni. Kütlə də verilib bizə burada deməli, burada verilməyib. Ümumi kütləmiz 10, 10, 20 eləyir. O da verəcək bizə sistemin təcilini 1. İndi baxın, biz T gəlmə qüvvəsini tapırıqsa, bura 3'ün Newton'un ikinci qanununu yazacaq. Yəni, F əvəzləyici bərabərdir M-A-ya. F əvəzləyici, deməli, burada bizim qüvvəmiz 1T'dir. Bir də aşağıya doğru 60 Newton qüvvədir. Bizim təcilimiz də yuxarıya doğru yönəlir. Nəyə görə? Çünki bu qüvvəmiz böyükdür. Bizim cismimizi yuxarıya doğru çəkəcək. Ona görə biz burada yazırıq ki, T çıxılsın 60 bərabərdir M-A-ya. T çıxılsın 60 bərabərdir M-imiz 10'dur. 10 vurulsun sistemin təcili 1'dir. Buradan da T'imiz bərabər olur 10 üstə gəlinsin 60. T verir bizə neçəni? 70 Newtonu. Cavab olacaq C variantı. Daha sonra baxırıq biz 4-cü məsələyə. Bizə yenə sürtünmənin nəzərə alınmadığı üfüqi səth verilib. K və L cisimləri F qüvvəsi ilə itələnir. Buna görə K cisminin L cisminə tətbiq etdiyi təsir qüvvəsinin qiyməti neçə Newtondur? Deməli, biz birinci yenə hər zamanki kimi A sistemin təcilini tapırıq. A sistemin təcili bərabərdir. F əvəzləyici bölünsün nəyə? M sistem. O da bərabərdir. F əvəzləyici 35'dir. Yəni bizim qüvvəmiz tək 35'dir bu sistem üçün. Kütlə isə neçədir? 7'dir. Onda bizim təcilimiz nə oldu? 5. İndi bizdən soruşur ki, K cisminin elə göstərdiyi, tətbiq etdiyi qüvvənin qiyməti. F K-nın elə tətbiq olunan qüvvəsi bərabərdir M L-i vururuq A-ya. Çünki buna təsir göstərir. Sadəcə bunun kütləsini nəzərə alırıq. O da bərabərdir 4 vurulsun nəyə? 5'ə verir bizə 20'ni. Cavab olacaq C variantı. Daha sonra baxırıq 5-ci məsələmizə. Bizdə yenə sürtünmənin nəzərə alınmadığı üfüqi səthdə X, Y, Z cisimləri F qüvvəsi tətbiq olunur. X-in Y-a tətbiq etdiyi qüvvəni F1 üzərində qeyd edilir. Bununkini F1, Y-in Z-də də F2 olaraq qeyd olunub. Bu qüvvələrin qiymətlərinin nisbətini tapın. Yenə biz əvəzləyici qüvvəni tapa bilərik. Daha doğrusu sistemin təcilini tapa bilərik. A sistemin təcili bərabər olacaq F əvəzləyici bölünsün M sistemə. Yəni F bölünsün nəyə? 11 M-ə. İndi nə edirik? Biz F1 qüvvəsinə baxırıq. F1 qüvvəsi bərabərdir. Newton ikinci qanunu yazsaq. F1 qüvvəsi 2 dənə kütləyə tətbiq olunduğuna görə MY üstə gəlinsin MZ vurulsun A-ya yazırıq. O da bərabərdir. Bunları toplasaq, yəni 2M-in üstünə 5M gəlsək, eləyəcək 7M vurulsun, gətirib bunu yerinə qoyuruq. F bölünsün nəyə? 11M-ə. M-lər ixtisar gedir, nə qalır? 7F bölünsün 11-ə. F2-yə baxırıq. F2 də bərabərdir. Bu da sadəcə bu kütləyə tətbiq olunduğuna görə
M, daha doğrusu M Z vurulsun A şəklində yazacaq Newton ikinci qanunu. MZ-imiz 5M-dir. A-nı da yenə gətirib qoyuruq yerinə F bölünsün 11M. M-lər ixtisar gedir, nə qalır? 5F bölünsün 11-ə. Və bizdən nə soruşulurdu? F1-in F2-yə nisbətini. F1-imizi tapdıq bu, gətirib yerinə qoyaq. 7F bölünsün 11. F2-miz də budur. 5F-i burada qalır. Deməli, yuxarıda 11-ə əlavə edirik. 11-lər ixtisar gedir, F-lər ixtisar gedir. Nə qalır? 7 bölünsün 5. Cavabımız olacaq A variantı.